Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Ey Allahın bəndələri, sizə pəhrizkar olmağı və sizə gözəl paltarlar geyindirmiş və sizin üçün çoxlu sayda yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. Əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o Davudun oğlu Süleyman olardı ki, Allah ona peyğəmbərlik və böyük məqam və dərəcə verməkdən əlavə onu cin və insanlara hakim və padşah etmişdi. Lakin elə ki özünün təqdir edilmiş ruzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxlarını ona tərəf atdı. Şəhərlər onsuz və evlər sahibsiz qaldı və başqaları onları irs apardılar. Doğrudur, sizin üçün keçən dövrlərdə çoxlu ibrət vardır. Haradadır Əmalikə və onların övladları? Haradadır Fironlar və övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin nur saçan hökmlərini söndürən və zalimların ənələrini dirildən Rəst şəhərlərinin əhalisi? Haradadır o kəslər ki, zəngin qonşularla hər tərəfə gedərək minlərlə nəfəri məğlub və didərgin edirdilər. O kəslər ki, ordu toplayaraq şəhərlər tikirdilər.